dostlar, necəsiz, keyfiniz, avınız, neyinirsiniz? Minecraft Survival bölüm 4 part 2'ye hoş geldiniz. Bilirsiniz ki Minecraft bölüm 4 part 1'də böyük mağara tapmışdıq və orada elmas kazma tapmışdıq. Daha doğrusu əldə etmişdik. Geçen de bir cəmi 6 dənə elmas tapmışdıq. Və indi bu partlar da onun içindeki mini bölümlər deyək də, yəni kəşf edəcəyik yenə. Amma bu səfər biz böyük mağaranın neydi, sol tərəfindən getmişdik. Bu səfər sağ tərəfindən gedəcəyik. Çaşdım, bağışlayın. Sağ tərəfindən getmişdik. Sol tərəfindən gedəcəyik bu səfər. Və mən istəyirəm ki, bura ait bir dənə crafting table eləyək. İndi görəcəksiniz. Özümüzə biraz çubuq eləyək. Bunlardan əldə edək ki, rahatca düşək ya da ki, qalxaq. Bu madəndən çox qorxulu səslər gəlir də. Və hardadır? İndi biraz da özümüzü işah edək. Özdə biraz rəbil çox oldu. Yaxşı. 33 dənə yaxşıdır. İndi buradan. İndi deyirəm ki, mən bura belə bir şey eləyəcəyik. Burada qoyaqda da. Şəndə də belə düşəcəyik. Və rahat düşəcəyik artıq. Və istəyirsə indi başlayaq. Və birincisi işıqlandırmalıyıq və özümüzü qorumalıyıq. İndidən bir dənə zombi gəldi. Şimdi o. Üzdümə bunu öldürün. Taktikdən istifadə edəcəyik. Özümüzü arxamıza ışıqlar qoyacağıq və çox yaratıq gəlir əvvəlkindən. Özümüzü qoruma altına eləyək. Lapislər də toplayaq. Sonraki bölümlərdə çox lazım. Hardadır yox? Orada sənə şərəfsiz. Aha, çox gəlir. Əvvəlki bölümdə mən sən də partda bu iş bitsin. Biləşə Yusif və qızıl tapdıq. Bu nədir? Öl də. Ayda cadı səsi eşidirəm. Və inanıram ki, bu videoya da yaxşı bir baxış və yaxşı bir like gələr. Abone olmamışsınızsa kanalıma zəhmət olmasa abone olun. Oxçular məni bezdirdi. Aha, biraz ki canımız füllənsin. Oradaki kim? Lava düşmək istəmirəm. Allah pis var. Aha. Obsidiyenləri də qırarıq.
indidən qıraq, çünki sonraki bölümlərdə büyü eləməyimizə çox lazım olacaq. Yaxşıdır, indi bu obsidiyanı da bilmən qırım. Bizim tam bilmirəm neçə dənə obsidiyanımız olduğunu. İnventoryum dolu ben. Hə, nəysə. İndi mən necə qalxacam onu bilmirəm. Bir dəqiqə. Burada da lapis varmış. Çox elə bir tapıram lapis. Yaxşıdır. Ərimə bir dənə. Ox səs. Hayır. Öleceğim. Hayır. Cadı gelme bura. Hayır. Ayda öldük. Olmadı bu. Cadı mənə çox beynimi xarab elədi. Amma cadını öldürərək keşke iksir zat düşsəydi. İksir düşsə yaxşı olar, amma lazımlı iksirdə də. Biraz çizgidə hələ kəşf edəcəyimiz çox. Baxın görüm nə edə bilirəm mən. Zırh edə bilmirəm hə. Heç edə bilmirəm yəni. Heç nə olmaz. Qılınc eləyək. Baxarıq hələ. Gəl hə. Gideyim buralara. Burada da. Burada da başka bir mobum var. Çox oldu. Səmərəli istifadə etməliyik. Burada ametist de var. Əslində belə çox lazım deyil. Amma məncə mənim evimə görə, evimin dekorasyonuna uyğun. Evimi gözəlləşdirmək üçün. Hızlandır. İndi məncə bu qədər yaxşıdır. Mən deyirəm ki, özdəki bu əşyadan da toplayaq. Çünki dürbün eləməyə. Örümcək da toplamaq olar yəni. Başqa harda varsa toplayaq. Aha, gəldi. Ölmək istəyirsən hə? Bunlardan toplayaq. Çünki bizə lazım olacaq. Daş kazmayla kırılır görən. Kırılır da.
Yaxşıdır. Süperi. Ona söz Aha. Orada elmas var. Yaxşı. Gel pastasan creeper. Elmas var. Ne olur bol. Aha. Hayda seni. Yok. Öyle bilmərəm. Ben bir de neyimi düşürdüm? Ben buramda elimde ne var ki? Kırdım ya. Ayda bu. Niye bu kadar elmastan alıram maraqlıdır. Ve bak görək. Pişib və sandığa bəzi əşyalarımızı qoyaq. Məsələn, ox qalsın. Əti də bir bura qoyaq. Qalsın bunlar. Bunlar qalsın da. Neynirəm? Gedək. Geldi ve arkadan okçu daha da skeleton var. Ayda ben o cadını öldürmeliyim. Özüm de bezdim ve öz de deyirsən öz zəhərindən öldü. Saf. Ve buranı gedərik. Qışı ametist de tapdıq. Ve burada büyük bir madendir. Önce bir şey. Orada da ametist. Oha! Oyda bu nedir? Sen bir de sen öldürebilmediği bırak. Öl de. Ben biraz bot olmuşam. Cadı da bizi hallara saldı. Hay. Peşman oldum buraya gelmeyeme. Keşke başka bir bölüm çeksem. Aslında burada çok okçu var. Aha demir. Demirlerimizi kıraq. Daş kazmayla kıraq, o bir sefer hiç yormuyor. Ve bilirsiniz ki ilk bölümde demiştim ki bakır golem eləyəcəm. Hələ eləməmişik. Aha. Aha bunu da öldürdük. Ve bura bol diye bura. Demem neyim. Ne geldi? He. O. Buradan da bir şelale aslında. Deyəsən şelale mənə küstürdü.
Burada bir yer var. Bunları da bırak. Ben maraqlı deyim. Minecraft yani Mojang ne yarasa ki? Yarasalar ne işe yarayır? Bilirsinizsə yorumlara yazın. Nasıl öleceydin de? Ölmeyeceydin, sen yenileceydin. Oha! Yenə düşmədi o. Yusuf, ay Yusuf, sen bu şansın yoxdur da. Aa, yok, alınmadı. Deyəsən burada yoxdur. Başka bir şey yoxdur deyəsən. O bayaqı gördüğümüz yere gedək. Orada öyle bildim elmas çıxdı. Qarşılar bize bir tane video çıxırdı. Creeper partlayır. Elmas çıxdı. İndi gedən yer çıxır. Aa, burada şimdi gedə bilərik. Gəl bura gedək. Gəlin. Hak görək yenə. Hər tərəfi biricə axtarmalıyıq. Aa, burada başka bir madendir. Ay. Hayır sen. Heh. Atasının beline minmişti, gördünüz. Karanlık, çok karanlık. Hemen başka et. Yoktu, yok. İndi idare et de bunların da. Sakit. Vay, bura aradı. Balaca bir gün. Oradan vurursunuz. Böyle eğlendi, görmürdülər axı. Şey. Toplayaq. Hiç çıxa bilməm. Olar Yusuf. Bir dənə sol qardaşını da gətirdi ya. Ayıb olsun. Ha. 2 saattir vura bilmirəm. Bir dənə canım var. Dördüncü bölüm o kadar. Dördüncü bölümdəyik ve o kadar güzel bir daha mağaraya gelmişik. Ve bizim işığımız bitti. Şimdi biraz səmərəli istifadə edelim. Oxçu. Orada ne işin var, sen ne azarım. Gel buraya gözde. Çok karanlıktı, yoksa bir tane ne olacak? Bence burada kışın bir madendir. Bir de orada işaret var. Lav var orada. Bir de biz geldiğimiz yer. Bir de benim maraqlıdır. Orada da ışık var, burada da ışık var. Adara geldiğimiz yeri yuvarlak kurmuş.
Oydu. Aha, çolaqlıq eləyir. Çolaqlıq eləmir. Öləcəm. Və özümüzə bir qorunacaq yer eləməliyik. Çolaq. Şəkillə qoyum da bunu. Biraz güvənliyik. Bunları ye. Acımısan bak. Oy! Bağışlayın. Pis bir şey dedim. Canımız da olsun. Başka içine yiyebilmir ya. Onda bunu da yanımıza götürək. Bunu da. Bəs onda bizi başqa nə edə bilərik? Maraqlıdır. Onda biz elə bildim crafting table'ımız lazımız var deyil. Hayır, bunu da məcbur yeməliyəm. Yeməsəm öləcəm. Şüriyətdən uçamsa yaxşıdır. Ooo, apteki. Burada. Şimdiden gelmə, yaxşı, daha gəl. Bir de ki bak. Hayda, bunlar bir tane rahat bırakmaz ya. Bir gözlüyün de. Siz. Hiç görmedim, şansımı görürsünüz mü? Çok şanslıyım. Bak burada şu anda ışıkları alaq, çünkü burada bomboşdur bura. Burada bir yaxşı bir şeyler çıxmadı. Bomboşdur bura. Biz de onda buradaki free ışıkları alaq. İngilisdə demişim, free. Pulsuz. Hayda, öldü. Bir tane rahat yoktu ki, rahat yoktu da. Bu ne yoldu? Bu yolu düzeldeceğim. Ve bitti. Bence ben eləyənə kadar səhər oldu. Benim əslində biraz pis oldu. Yenə əvvəlkinə çomsa yaxşıdır da. Mən neyinəm şuna? Neyse, yaxı evimə də belə bir şey elədim. Dedim ki, onsuz neydi plakan eləyən yerdə bunu da eləyək də. Axı dekorasyon üçün. Və məncə evimizi də belə düzəldək. Hızlı.
Məncə qəşəng oldu. Və özümüzə məncə durbin eləyək. Deyəsən olmayacaq. Bəli, bəli olmuş. Başqa durbin üçün nə qədər? 2 dənə. Onda pişirək də. Hayır. Bu nədir? Onda eləyək də. Niyə də eləməyək? Kimsə bir dənə pişsə o da yaxşıdır. Crafting table'dan elə bu eləyə bilir. Bir dənə elə bunları eləyə bilir. Və biraz bu video neydi? Elə bir evi düzəltmə videosu kimi bir şey oldu. Ama yine de oldu da. Ve bu sesler biraz mənə pis elədir. Biraz da kömürü koyaq biraz. Sonra burada dəmirlərimiz pişsin. Burada biraz kömür koyaq. Burada altınlarımız pişsin. Bir de səhv yeri koydum. Aha. İndi və durbimizi edək. Və durbimiz hazırdır. Və qəşəng oldu. Məncə qəşəng yaraşdı. Və videomuz bu qədərdi. Və qəşəng də məncə araşdırdıq. Əgər belə videoların gəlməsini istəyirsinizsə abunə olun və like atın. Və Allah'a emanet olun. Sağ olun.